Hacıqabulda qohumların qan düşmənçiliyi zəminində 46 yaşlı əslən Azərbaycanlı olan Rusiya vətəndaşı qətlə yetirilib. Ötən gün səhər saatlarında Hacıqabul rayonunun Kolanı kəndində Rusiya vətəndaşı öldürülüb. Mərhumun qohumlarının bildirdiyinə görə əslən Hacıqabul rayonunun Kolanı kəndindən olan Rusiya vətəndaşı 1970-ci il təvəllüdlü Şirəliyev Cahangir Sərhədoğlu qan düşmənçiliyi zəminində bıçaq, dəmirlink və digər küt alətlərlə silahlanmış 8 nəfər tərəfindən ata yurdunda döyülərək xüsusi amansızlıqla qətlə yetirilib. Kəllə beyin bədəninin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr və 4 bıçaq yarası alan Şirəliyev hadisə yerində dünyasını dəyişib. Əldə edilən məlumata görə Şirəliyevə başın arxa tərəfindən dəmir linklə çoxsaylı zərbələr endirilib. Bədənin müxtəlif hissələrinə endirilən kəskin zərbələr, o cümlədən ayağının açıq sınığı 4 bıçaq zərbəsi nəticəsində dalağın parçalanması, daxili qanaxma və aldığı digər ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Qətlə yetirilən şəxsin həyat yoldaşı Fəridə Şirəliyeva ərinin son dəfəsində ona zəng edərək 29 saniyə danışdığını bildirib və onun Ədilovlar tərəfindən döyüldüyünü söyləyib. Daha sonra səs kəsilib. Son anda köməyə gələn qohum artıq Cahangirin öldüyünü görüb. Qətldə iştirak edənlərdən biri başından yaralanaraq Hacıqabul rayon xəstəxanasına yerləşdirilən Davud Ədilovun Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı olduğu bildirilir. Qətlin onun tərəfindən bir il əvvəl avqust ayında qətlə yetirilən qardaş oğlu Habil Ədilovun intiqamını almaq üçün planlaşdırıldığı qeyd edilir. Belə ki, Cahangir Şirəliyevi qətlə yetirməyi planlaşdıran qohumlar onu aldadaraq kəndə barışmaq üçün çağırıb. Əslində isə onların fikri barışıq yox, Cahangirin məhz mərhum Habil Ədilovun ölümünün il dönümü ərəfəsində, yəni avqust ayında qətlə yetirmək olub. Aralarında düşmənçilik olduğundan ailəsi ilə kənddəki evlərini tərk edən Cahangir Şirəliyev artıq bir il idi ki, Şirvanda yaşayırdı. Ədavəti davam etdirən Ədilovlar isə Şirəliyevlərin ata evlərini dağıdaraq əsl xarabazara çevirmişlər. Qeyd edək ki, qətlə yetirilən şəxsin atası Kolanı kənd sakini 82 yaşlı Sərhəd Səhədoğlu Şirəliyev ötən il avqust ayında qohumu 45 yaşlı Habil Nəcəf oğlu Ədilovu ov tüfəngi ilə açdığı atəşlə qətlə yetirib. Hadisə ilə əlaqədar bir neçə nəfər istintaqa cəlb edilib. Hüquq mühafizə orqanlarının verdiyi məlumata görə hələlik hadisə ilə əlaqədar bir nəfər mərhum Habil Ədilovun az yaşlı oğlu 1999-cu il təvəllüdlü Ədilov Nəcəf Habiloğlu saxlanılıb. Faktla bağlı Hacıqabul rayon prokurorluğunda cinayət işi açılıb araşdırma aparılır. Cabir Məmmədov, Səs TV, Hacıqabul.